Məşhur Sovet həkimi İvan Pavloviç Neymuvakinin qaraciyəri cəmi 10 günə bərpa eləyən resepti ilə bugün sizi tanış eləyəcəyik. Əminəm ki, bu videodan sonra bizə çox sağ olun deyəcəksiniz. Diqqət ekrana. Dəyərli izləyicilərimiz, videolarımızın davamını görmək istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Qaraciyər orqanizmin əsas filtridir. O, qanımızı toksinlərdən təmizləyir, maddələr mübadiləsini tənzimləyir, yağların həzmi üçün öd istehsal eləyir. Lakin zaman keçdikcə qeyri-sağlam həyat tərzi və müxtəlif amillərin təsirindən qaraciyərimiz ciddi şəkildə ziyan görür. Ev şəraitində aclıq çəkmədən, mürəkkəb prosedurlar olmadan qaraciyəri təmizləmək və bərpa eləmək mümkündür. Necə? İndi biləcəksiniz. Qaraciyərin problemlərindən biri də piyələnmə olub, düzgün olmayan qidalanma, xroniki stres və hərəkətsiz həyat tərzi nəticəsində yaranır. Müalicə olunmazsa sirroza, hətta xərçəngə belə çevrilə bilir. Bəs maraqlıdır, qaraciyərdə problem olduğunu göstərən əlamətlər hansılardır? Sağ tərəfdə daimi ağırlıq və narahatlıq hissi, ağızda acılıqdadır, xüsusən səhərlər, daimi yorğunluq, halsızlıq, yuxulluq, dəri və gözlərin saralması, həzm problemləri, köp, ürək bulanma və qəbizlik, dəridə səpgilər, qaşıntı və ləkələr. Doktor Neymuvakinin qaraciyərin bərpası üçün təklif etdiyi üsullar isə bunlardır. 1. Tüybaş üsulu. Tüybaş qaraciyəri təmizləyən ən məşhur metodlardan biridir. Ac qarnına isti və ya qazsız mineral suya sorbit və ya maqnezium əlavə edilir. Daha sonra sağ tərəfə yatıb qaraciyər üzərinə qrilka qoyaraq 1-1,5 saat qalmaq lazımdır. Bu metod ödün axınını stimullaşdırır və qaraciyəri toksinlərdən azad edir. 2. Limon suyu və zeytun yağı metodu. Ac qarnına səhərlər 1 qaşıq limon suyu və 1 qaşıq zeytun yağı qarışığı qəbul etmək qaraciyəri təmizləyir, həzmi yaxşılaşdırır və metabolizmanı sürətləndirir. 7-10 gün ərzində hər səhər tətbiq etmək lazımdır. Lakin ödündə daş olanlara və reflüks problemindən əziyyət çəkənlərə tövsiyə olunmur. 3. Su rejimi və detoksifikasiya. Hər səhər yeməkdən əvvəl limonlu isti su içmək qaraciyəri aktivləşdirir və gün ərzində ən azı 2 litr təmiz su qəbul etmək tövsiyə olunur. 4. Yulaf kiseli ilə müalicə. Yulaf dənələri qaynadılıb dəmlənərək hazırlanmış içki qaraciyərin hüceyrələrini bərpa eləyir, iltihabı azaldır və mədə-bağırsaq traktının işini yaxşılaşdırır. 5. Sağlam qidalanma prinsipləri. Yağlı, qızardılmış yeməklərdən, fast food və spirtli içkilərdən imtina edərək tərəvəz, meyvə, taxıl məhsulları, yağsız ət və balıq qəbul etmək tövsiyə olunur. Həmçinin bitki lifləri ilə zəngin qidalar qəbul edilməlidir. 6. Fiziki aktivlik və idman. Gündəlik 30-40 dəqiqə piyada gəzmək və ya idmanla məşğul olmaq qan dövranını yaxşılaşdırır, metabolizmanı sürətləndirir, qaraciyərimizin sağalmasına müsbət təsir göstərir. 7. Hidrogen peroksid terapiyası. Bu metod gündə 3 dəfə yeməkdən öncə 1 stəkan suya 1 damcı 3% hidrogen peroksid əlavə edilərək qəbul edilir. Gündə 1 damcı artırılaraq 10 gün ərzində 10 damcıya çatdırılır. Sonra isə 5 gün fasilə verilir. Metod qan dövranını yaxşılaşdırır və toksinlərin çıxarılmasına kömək eləyir. Lakin mədə-bağırsaq sistemi həssas olan şəxslər bu proseduru etməmişdən qabaq həkimlə məsləhətləşsələr yaxşı olar. 8. İtburnu dəmləməsi. 3 xörək qaşığı itburnu meyvəsi yarım litr qaynar su əlavə olunmuş termosda 10-12 saat dəmlənir. Ac qarnına hər səhər 1 stəkan içilir. İstəyə görə içərisinə bal əlavə edilə bilər. 9. Ala qanqal toxumu. Bu toxumlar qaraciyər hüceyrələrini qoruyur və bərpa eləyir. Yeməkdən əvvəl gündə 1 çay qaşığı ala qanqal toxumu qəbul etmək, üzərindən su içmək tövsiyə olunur. Lakin yeməkdən minimum yarım saat əvvəl bu prosedur tətbiq olunmalıdır. Müalicə müddəti isə 1 ay təşkil eləyir. Bildirmək istəyirəm ki, ala qanqal toxumları bütöv halda yox, üydüldükdən sonra istifadə edilməlidir. 10. Təzə sıxılmış şirələr. Təzə sıxılmış kök, çuğundur və alma şirələri qaraciyəri təmizləyir, metabolizmanı sürətləndirir. Gündəlik 200-300 ml olmaqla səhər və ya axşam yeməklər arası qəbul edilməlidir.
11. Tənəffüs gimnastikası. Uzanaraq sağ əli qaraciyər üzərinə qoyub, dərin nəfəs alaraq əllə qaraciyərə yüngül təzyiq tətbiq etmək lazımdır. Bu prosedur 5-7 dəqiqə müddətində səhər və axşam edilməlidir. Bu üsul qan dövranını yaxşılaşdırır və öd durğunluğunu aradan qaldırır. Bu üsullar kompleks şəklində tətbiq edildikdə qaraciyərin 10-14 gün ərzində effektiv şəkildə bərpasına imkan yaradır. Müalicəyə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur. Qaraciyərinizi təmizlədikdən sonra sağlam həyat tərzini davam etdirməyi də unutmayın. Bütün hallarda çalışın ki, sağlam olasınız. Belə dəyərli izləyicilərimiz, bugünlükdə bizdən bu qədər. Videolarımızın davamını görmək istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bizə həmçinin YouTube-dan, Facebook-dan, TikTok-dan və Instagram-dan da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayət edir. Növbəti videolarımızda görüşənədək. Hələlik.